görə pis, ucuz dolgulardan elətdirmək olmaz. Bu gələcək, sizdə indi problem yarandı. Allah'a şükür siz onu ərdiniz, bildiniz nədir. Siz bu bilinməyən, mənşəyi bilinməyən, içərisində olan, bilmirəm nədir, içində süni, bəlkə də süni dolgu da var içərisində. Tam ərimir, ona görə də bu nəticə verir. Və onun fəsadı illər sonra çıxacaq. Mütləq şəkildə. Necə ki, hər şeyin o süni gelin özünün illər sonra fəsadı başladı da yaranmağa. Ucuz, mənşəyi bilinməyən, ya bədən dolgular olur, ya bilmirsən hansı zavoddan çıxıb, nədir, yalandan yazırlar ora Avropa, yalandan. Heç bilinmir ki, haradır. Heç bir sertifikatı yoxdur. Mən sənin üçün deyirəm, o dolğunu tanımıram. Bəlkə də yaxşı dolğuydu. Mən tanımıram, amma o qiymətə, siz dediyiniz qiymətə 100 manata dolğu eləmək, o deməkdir ki, sizi pulsuz eləyir. Yəni, məsələn, ən ucuz qiymət, tutalım ki, bir alış qiyməti 1 qramın məsəl üçün olur da ən ucuz preparat deyirəm sizə. Koreya istehsalı deyək ki. Sizi elə bir pul alıb pulsuz işləyir, deyir ki, əsər pulsuz eləyir. Deməli, xam mal nə qədər ucuzdur ki, haranın nə idi ki, mümkün deyil Avropanın malı. Siz baxın da, internetdə araşdırın, qiymətlərə baxın. Orada yazdır da internetdə. Yəni, o xam malın o qiymətə olması mümkün deyil. Ona görə sizə havayı da eləyə bilməz. Ona görə də xahiş edirəm, üzdə ekonomi eləməyib. Üzdə ekonomi, o bizdə də indirimlər olur. Amma biz, bax, yenə də indirim haradasa varsa, o demək deyil ki, hamı pis şey eləyir. Yaxşı şey eləyən də ola bilər, amma onu araşdırın. Heç kəsə inanmayın. Adam var, istəyir bundan çox qazansın. Adam istəyir ki, vicdanı olur, normal qazanır. Adam var ki, deyir ki, yox, ucuz eləyim, qoy mən oradan çox pul qalsın. Yəni, o vicdansızlara getməmək üçün özünüzü biraz sığortalayın, daha bilimli, daha yaxın yanaşın ki, biləsiniz sizə nə vururlar.